Labubu markalaşmanın istiqamət dəyişdiyinin ən dəqiq göstəricisidir. İnsanlar məntiqlə deyil, duyğu ilə hərəkət etməyə başladı. Məhsulu deyil, anlamı satın alırlar. Funksiya deyil, aidiyyət axtarırlar. Çünki heç kim Labubunun nə işə yaradığını düşündüyü üçün almır, hiss etdirdikləri üçün alır. Bir çox şeyin adiləşdiyi bir dünyada yenidən özəl hiss etmək üçün. Labubunun bu qədər sürətli yayılmasının səbəbi də tam olaraq burada yatır. Hər qutunun içindən nə çıxacağını bilməmək bir həyəcan yaradır. Qıtlıq hissi ilə birləşincə fiqurlar sadəcə bir oyuncaq deyil, əldə edilməsi lazımlı emosional mükafatlara çevrilir. Qəribə dizaynı, çirkin sevimli estetikası ilə ağılda qalır. Məşhurların bu fiqurları sosial mediada paylaşması da Labubunu bir aidiyyət simvoluna çevirir. İnsanlar artıq məhsulla qurduqları aidiyyətin verdiyi hissi satın alır və bu mənzərəni hər yerdə görürük. İnsanlar kiçik əşyalara böyük mənalar yükləməyə başladığında məntiq geri çəkilir, duyğu önə çıxır. Artıq qəribə olan, daha səmimi, anlamsız görünən, daha əlçatan gəlir. Kompleks bir dünyada insanlar sadə, lakin güclü duyğulara tutunmaq istəyir. Və o kiçik dünyalar ən böyük markaların belə çata bilməyəcəyi aidiyyət hissi qura bilər.